Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi ve salamı sizin ve ailənizin üzerine olsun. Ümid edirəm ki, yaxşısınız. Allah işinizə, gücünüzə, səhhətinizə, ruzinizə bereket versin. Bu videonu mən sizə güzel bir, yeni, elmi, değeri olan bir xəbər vermək üçün çəkdim, güzel insanlar. Bilirsiniz ki, mən uzun müddətdə həm Qur'an-ı Kerim üzərində, həm də Nizami Gəncəvi üzərində araştırmalarımı devam etdim. Bugün size vereceğim haber de ondan ibarettir ki, Nizami Gəncəvinin inşallah görünürdür, ömürdaşım çekirim onu. Onun bu işte çok büyük emeği var, yazılmasında, redaktesinde, çapında, tənqidində, tərifində o kadar emeği var ki, sizin huzurunuzda ona da ürəkdən teşekkür ederim. Allah seni var eləsin. Bak, bu güzel eser görünür, ümid edirəm ki, görünür. 7 Gözəl Məsnəvisinin, Şeyx Nizami Gəncəvinin 7 Gözəl Məsnəvisinin şerhi ile bağlı 4. cilttir. Teze çap oldu. 2 gündür almışam. Nüsxələrini aldıq. Ve bu işte emeği olan herkese de buradan teşekkür ederim. Aynı zamanda bu 7 Gözəlin şerhi ile bağlı olan eserlerin hamısını bir yerde de size istəyirəm bir gösterəm ki, bak 4 ciltdir bu. Bu 4 cildi mən bir yerde hazırlamışam. 2000 səhifədir bu. Ve mən yazdığıma göre demirəm. İnanın ki, Azərbaycan nizamşünaslığında ve dünya nizamşünaslığında tayı beraber olmayan yeni bir şeyler yazmışım. Toplam həcmi 2000 səhifədir. 2000 səhifəlik fundamental bir eserdir, elmi eserdir. Burada da benim özelliğimin biri budur ki, güzel insanlar ben önce farsçasını vermişim. Yani bu eseri şerh ederken klasik şerhçilik ənənəsinə uygun olarak Nizami Gəncəvinin beytini önce farsçasını vermişim. Sonra onu özüm tercüme eləmişim ve her sözün, dikkat edin burasına, hakkını vererek şerh eləmişim. Bir yani hakkını vererek şerh eləmişim. Nizami kimi büyük bir xəzinəni ortaya çıkartmaya çalışmışam. Güzel insanlar. Ona göre bu müjdeli güzel haberi size vermek istedim. Təəssüf ki, bunu mən ancak 100 nüsxə çap edebildim, güzel insanlar. Neye göre 100 nüsxə çap edebildim? Çünkü bilirsiniz ki, bizim devletimizin ve akademiyamızın serveti çok daha önemli meselelere həsr olunduğuna göre, sərf olunduğuna göre, belə fundamental eserlere pul olmadığına göre bunu mən öz hesabıma çap eləmişəm. Ve cəmi 100 nüsxə çap edebilirəm. Onu da kitapxanalara verirəm. Bir de tabii ki okumak isteyenlere onu da pulsuz hediye ederim yani. Kitaplarımda indiyene kadar kimesi satmadım. Zaten satmaya da bir şey yok. 100 nüsxə kitaptı. Kitapxanalara verenden sonra yerde bir şey de kalmır. Güzel insanlar. Bunu ben niye yazıram bunları? Ben yazmakta məqsədim sadece Nizami ilə bağlı değildir. Neden ben klassik irsin bilinmesini istəyirəm? Ben her zaman bir şey söylüyorum. Deyirəm ki, Azərbaycan xalqının 3 bağı qopub. Yani sağlam değil. Eğer Azərbaycan xalqı yeniden dirçəlmək istəyirsə, oyanmaq istəyirsə, irəli getmək istəyirsə, inkişaf etmək istəyirsə, bu 3 bağını bərp etmək zorundadır. İnanın ki, bu belədir. Bunun biri Azərbaycan xalqının Allahla bağı sağlam olmalıdır. Allahla bağın sağlam olması tövhid inancına bağlıdır. Yani tövhid inancını biz Azərbaycana getirmezsek, o esas üzerinde din anlayışımızı kurmazsak, bu xəstə din anlayışı bizi öldürecek, geri salacak bizi. Buna emin olun ki belədir. Yani ilk işimiz Allah'la sağlam bir bağ kurmakta. İkinci, Azərbaycan xalqının klassik irsiyle, öz mədəni irsiyle bağı qopub. Yani biz klassik irsimiz o sırada Nizami Gəncəvini biz doğru anlamırıq. Nizaminin koyduğu değer üzerinde anlamırıq. Ona göre de Nizami vermək istediği mesaj Azərbaycan xalqının bugünkü fikri, zihni, inkişafında yardımcı olabilmir. Çünkü biz onu, o enerjini tutabilmirik, ora bağlanabilmirik. Məqsədim budur ki, bu enerjini doğru şekilde bağlayabilək ki, Azərbaycan xalqı öz mədəniyyətiyle bağını kursun, Allahla bağını kursun, mədəniyyətiyle sağlam bağ kursun. 3. Azərbaycan xalqının bir dənə də enerji kaynağı var. Azərbaycan dünya ile sağlam bağ kurmalıdır. Eğer Allahla bağımız sağlam olsa, klassik irslə bağımız sağlam olsa, büyük mədəniyyətimizin gücünü görüp onu bugüne getirebilsek, eyni zamanda dünya ile siyasi, iqtisadi, mədəni, ədəbi əlaqələrimizi sağlamlaştırsaq,
Azərbaycanın inkişafının yolu açılacaq. Nə qədər ki, bu 3 bağ bərpa olunmayıb, Azərbaycanın böyük milli inkişafı imkansızdır, deyirəm, gözəl insanlar. Həm də bir məqsədim də bundan ibarətdir ki, gözəl insanlar. Azərbaycan xalqına ümid verim. Mən buna inanıram ki, ümid və güvən olmazsa inkişaf olmaz. Bir insanın ümidi olmasa çalışmaz, güvən olmaz, özünə inanmaz, inkişaf etməz. Amma mənim verəcəyim ümid sadəcə boş sözlərdən ibarət deyil. Mən faktla, dəlillə, yəni dediyim ümidin arxasına deyirəm ki, bax, ey Azərbaycan xalqı, sən böyük xalqsan. Sən Nizami kimi bir şəxsiyyəti dünyaya verən xalqsan. Sən çox böyük bir mədəniyyətin sahibisən. Əgər sən o mədəni dəyərlərinə sahib çıxsan, onda o mədəni dəyərlərin içindəki enerjini görsən, sənin nə qədər potensial bir imkanın olduğunu görəcəksən. Nə qədər fəlsəfi dəyərin, elmi dəyərin, ədəbi dəyərin olduğunu görəcəksən. Bu sənə güvən verəcək, bu sənə ümid verəcək, səni böyüdəcək və səni bugün dünyada gedən bu yarışın içərisində qoruyacaq, yenidən dizayn edəcək və inkişafını yoluna açacaq. Bu 4-cü cilddə, gözəl insanlar, mənim qoyduğum əsas məsələnin biri budur ki, Nizami burada təkəbbür xəstəliyini, birinci verdiyi mesaj budur, təkəbbür xəstəliyini nə qədər böyük bir bəla olduğunu açıqlayıb. Siyasi təkəbbür, şəxsi təkəbbür, ictimai təkəbbür, mədəni təkəbbürün bir dövlətin, bir insanın, bir millətin faciəsinə necə yol açdığını bir-bir izah edib, gözəl insanlar. Təkəbbürün nə qədər böyük xəstəlik olduğunu göstərmək üçün, baxın, Qurani Kərimdən sizə bir ayə oxumaq istəyirəm. Nədən Nizami buna bu qədər önəm verib? Nədən siyasi təkəbbürün zülmə, insan haqlarının pozulmasına, insanın inkişafına mane olduğunu bu qədər açıqlayıb? Baxın, Uca Allah Qurani Kərimdə, Qəsəs surəsində, Qurani Kərimin Qəsəs surəsinin 83-cü ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. O axirət yurduna gəlincə, yəni Allah axirəti tanıdı, deyir o axirət yurduna, axirətə gəlincə, biz onu, Allah onu, nəyi axirəti, yer üzündə təkəbbürlənməyənlər, baxın, diqqət edin, yer üzündə təkəbbürlənməyənlər və fəsad, pozğunçuluq çıxarmaq istəməyənlər üçün hazırlayırıq. Yəni Allah deyir ki, cənnət o adamlar üçündür ki, onlar bu dünyada təkəbbürlü deyirlər. Kimin canında təkəbbür varsa, kibir varsa, əzirsə, haqq tanımırsa, fəsad çıxarırsa, pozğunluq çıxarırsa, Allah deyir ki, onlara cənnət yoxdur. Sonra da deyir ki, o xoşbəxt sonluq müttəqilər, yəni təqvə sahibləri, yəni qorunanlar, yəni məsuliyyətli olanlar üçündür. Əziz Allah buyurur. Baxın, Allahın Rəsulu da eyni məntiqlə çıxış edərək təkəbbürü görün necə tanınır. Bunda mən sizə hədislərin yerini göstərmirəm, sadəcə Riyaz-ı Salihdən götürürəm bunu, sadəcə başlıqlarını oxuyuram, ona görə biləsiniz ki, qaynağı budur. Allah Rəsulu buyurur ki, təkəbbür haqqı inkar etməkdir. Nizami də eyni şeyi deyir, təkəbbür haqqı inkar etməkdir. Yəni, haqq, təkəbbürlü adam deyir ki, hər şey mənə görədir. Bir şey mənim mənafeyimə, anlayışıma, xeyrimə deyilsin, onu qəbul edirəm. Haqqı qəbul etməz təkəbbürlü adam. Allah Rəsulü buyurur ki, təkəbbür insanları xor görməkdir, yəni kiçik görməkdir. Təkəbbürlü insan əzər və kiçik görər. Allah Rəsulü buyurur ki, təkəbbür insanı zülmə götürər. Allah Rəsulü buyurur ki, təkəbbür cəhənnəmə getməyə səbəbdir. Allah Rəsulü buyurur ki, təkəbbürlənənlərə Allah mərhəmət etməz və Allah onları sevməz deyir. Nizami də eyni anlayışın içərisindən çıxararaq gözəl insanlar. İnsana bu ölçüləri verir. Deyir ki, təkəbbür siyasi bir xəstəlikdir. Əgər bir ölkədə, bir dünyada təkəbbür adlı xəstəlik varsa, o zülmə yol açacaq. Baxın, Putinin Ukrayna xalqına etdiyi zülmün səbəbinin arxasında təkəbbür var. Putin Ukrayna xalqına deyir ki, sənin dövlətin yoxdur, dilin yoxdur, xalqın yoxdur. Sən mənə tabi olmazsan, sən necəcək? Sənin haqqın tanımaq. Trump bir təkəbbür xəstəsidir. Zalim Netanyahu bir təkəbbür xəstəsidir. Bu zülmün arxasında odur. Yəni, təkəbbür bizə sıradan bir anlayış kimi gəlməlidir. Bu, necə böyük xəstəliklərə yol aça bilər, onu göstərir gözəl insanlar. Baxın, Nizami Gəncəvi, bu şərh etdiyim əsərin sonunda bir hissəsini oxuyayım. Ən azı biz nəyi gətirmişik? Nizami nəyə gətirib? Siyasi xəstəlik olan təkəbbürün siyasi yönünü necə izah edib? Nizami deyir ki, əgər təkəbbür getsə, yəni yox olsa, aradan götürülsə, baxın, insanların həyatına diqqət edin, ölkəyə, dünya, ədalət, mərhəmət, barış, hüzur, elm, ümid, rifah, güvən, bayram gələr. Fərdi və ictimai inkişafın yol açılar. Yəni, Nizami deyir ki, əgər mərhəmət yox, əgər təkəbbür varsa, o ölkədə barış olmayacaq, mərhəmət olmayacaq,
adalet olmayacak, insan hakları olmayacak, ferdi ve inkişafın yolu, ferdi ve milli inkişafın yolu açılmayacak diye Nizami. Eyni zamanda mən bu əsərdə verdiyim bir dənə də mesaj var. O nədir? Nizaminin Türklüyü ilə bağlı çox önəmli, indiyənə qədər göstərilməmiş dəlilləri ortaya qoymuş. Nizami təkəbbür xəstəliyinə tutulmuş Bəhramı bir Türk qızı olan Fitnənin necə sağaltdığını addım-addım izah eləmişdir. Fitnəni, adını Fitnə qoydu o qızın bir Uyğur Türk olduğunu, bir Türk qızı olduğunu göstərir. Onun ne kadar genç olduğunu, ağıllı olduğunu, elmli olduğunu, cesur olduğunu ve eyni zamanda çalışkan olduğunu gösterir ve verdiği mesaj budur. Tekebbür böyük bir xəstəlik. Onu ancak ağılla məğlub edebilirsiniz. Onu ancak cesaretle məğlub edebilirsiniz. Onu ancak böyük çalışkanlıkla məğlub edebilirsiniz ki, Fitnə bir Türk kızı, bir şahı bu tekebbür xəstəliyinin elinden necə qutardığını addım-addım orada izah eləməyə çalışmışam, güzel insanlar. Eyni zamanda bu əsərdə Nizaminin bir vurgusu da var. Onu da deyim, söhbətimi yekunlaşdırmaya çalışım. Nizami ağıla çox önəm verir. Nizami deyir ki, bir insanda 3 önemli özellik axtaracaqsın. Təkcə bir insan da deyil, millətdə olsun. Yani inkişaf etmək istəyən bir insan ya da inkişaf etmək istəyən bir cəmiyyət, bir millət inkişaf etmək istəyirsə, birinci ağla ehtiyacı var. Yani ağıllı insanlara ehtiyac var. Nizami deyir ki, ağıllı olmağın əlamətinin biri gerçəkçi olmaq. Hadisələri olduğu kimi görmək, qəbul etməkdir. Gerçəkçilik ağıllı olmağın əlamətlərindən biridir deyir. İkinci deyir ki, fərdi və milli inkişafın ikinci əsası cəsarətdir. Cəsarət də deyir insanı idealizmə götürür, yəni fədakarlığa götürür. Nizami deyir ki, fərdi və milli inkişafın üçüncü əsas şərti də çalışqanlıqdır. Nihayət, dördüncü əsası da deyir ki, elm və təhsildir. Baxın, toplayıram dördün bir yerdə Nizaminin verdiyim. Əgər deyir ki, inkişaf eləmək istəyirsinizsə, Allahla bağınızı sağlam tutacaqsınız. Əsas bağı quracaqsınız onları. Milli irsinizlə sağlam bağ quracaqsınız. İkinci ölçümüz bundan ibarətdir bizim. 3. Dünya ilə bağınızı sağlam quracaqsınız. Ağıllı insanlar yetişdirəcəksiniz ki, o ağlın gücü ilə sizi irəli aparsın. Bugün ağlın gücü irəli gedən millətlər və dövlətlər ağlın gücü ilə, elmin gücü ilə irəli gedirlər. Ondan sonra deyir ki, cəsur olacaqsınız. Cəsarət sizi fədakarlığa, öz ölkəniz, insanlıq üçün fədakarlığa götürəcək. 3. Deyir ki, inkişaf etmək istəyirsinizsə çalışqan olacaqsınız. Gecə gündüz qarışqa kimi çalışacaqsınız. 4. Elmi və təhsili milli inkişafınızın, fərdi inkişafınızın əsasına qoyacaqsınız, gözəl insanlar. Bu kitab nizamşünaslıqda, dünya nizamşünaslığında bir yeni addımdır. Deyirəm ki, elmimiz üçün, Azərbaycanımız üçün xeyirli olsun, bərəkətli olsun. Bizə yeni elmi qapılar açdın inşallah. Və mən də milli irsimizə, o cümlədən Nizami Gəncəviyə, Şeyx Nizami Gəncəviyə bir vəfa borcu olsun deyə bu əsərimi yazdım və yazmağa davam edirəm. İnanıram ki, Nizaminin gətirdiyi dəyərlər, Füzulinin gətirdiyi dəyərlər, klassik irsimizin gətirdiyi dəyərlər, milli dini dəyərlərimizi gündəmimizə alsaq, ağlımızı, vicdanımızı və iradəmizi bu dəyərlərlə inşa eləsək, dünya ilə, Allahla və insanlıqla, mədəniyyətlə sağlam bağ qursaq, yeni bir Azərbaycan, güclü Azərbaycan, mədəni kimliyi olan, siyasi kimliyi olan, iqtisadi kimliyi olan, insani kimliyi olan, əxlaqi kimliyi olan bir Azərbaycan inşa olunmuş olacaq və Nizami də bu yeniden inşa mərhələsində bizim yardımcımız olacaq. Biz Nizaminin əlindən tutacağıq. Nizamiden tuta-tuta böyüyəcəyik. Və dünya göstərəcəyik ki, Azərbaycan adlı böyük bir dövlət var, güclü bir mədəniyyət var və dünyanın Azərbaycanın yaratdığı mədəniyyətə ehtiyacı var deyəcəyik. Çünki Nizami Gəncəvi insanlığa mərhəmət getirir. Ədalət deyir, tövhid deyir, insan hak ve hürriyeti deyir, sevin deyir, barış deyir, huzur deyir, elm deyir, təhsil deyir. Dünyanın inkişafı bunların üzerinde qurulmuyor mu güzel insanlar? Əziz Allah Şeyx Nizami'den razı olsun ve bizim bu əməyimizi de kabul etsin. İnanıram ki bu Azərbaycan nizamşünaslığında ve elminde yeni bir inkişaf mərhələsi olacaqdır. Məni dinlediğinize göre size teşekkür ederim. Ve bu kitabın başa gelmesinde, ərsəyə gelmesinde emeği olan herkese ve bunu okuyacak herkese teşekkür ederim. Məni dinlediğinize göre size teşekkür ederim. Var olun, sağ olun, əziz Allah'ın sonsuz, sınırsız mərhəmətinə emanet olun.